Hər anımız doludur. Hətta çox kontentlər yaradırlar bununla bağlı. Necə gününü produktiv şəkildə keçirdə bilərsən, boş zamanında nələr edə bilərsən ki, inkişafın üçün xeyirli olsun. Həmin boş zamanın boş olmasının inkişaf üçün daha xeyirli olduğunu düşünürəm bəzən. Çünki daim nəsə etmək sizin düşünmə qabiliyyətinizə təsir göstərən bir şeydir. Bizim düşünməyimiz üçün canımızın sıxılması vacibdir. Çünki yaradıcılıq üçün ümumiyyətlə darıxma duyğusunun olması çox mütləqdir. Siz bir şəkildə 24 saat ərzində daim beyninizi informasiya axınına məruz buraxsanız, bu sizin düşünməyinizə mane olacaq. 24 saat ərzində deyirəm, çünki işlər hətta elə bir yerə gəlib çatıb ki, YouTube-da videolarla qarşılaşmışam, 10 saatlıq xarici dil öyrənmə videoları, hansı ki, yatanda bunları naushniklə qulaq asa bilirsiniz və şuuraltınıza işləyir deyə bir prinsipi var. Nə dərəcədə doğrudur bilmirəm. Yəni, əgər həmin saatı sağlam bir yuxu ilə keçirsəniz, keyfiyyətli bir yuxu yatsanız, sabahsı gün öyrənmə qabiliyyətiniz də daha yaxşı olmuş olacaq.